Salam dostlar. Həqiqətən də mənim üçün dünyada ən önəmli şey ailədir. Mən bilirəm ki, bu sizin üçün də belədir. Yəni dünyada ən önəmli şey ailədir. Gəlin bu cümlədəki sözləri tək-tək ingiliscəsində öyrənək və bu cümləni ingiliscəsində quraq. İngiliscəsində ailə family, vacib, önəmli important, şey thing. Ən sözü ingiliscəsində bir çox sifətlərə the most artırmalı düzəlir. And the most. Dünya the world. İçində dadə in. Family sözü burada tək olduğu üçün xəbər sonluğumuz, yəni dırımız is olacaq. Family is the most important thing in the world.